Salam. Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprel və may aylarında keçirilmiş qəbul imtahanı 2017-ci il 1-ci qrup 1-ci variant riyaziyyat suallarına baxırıq. 1-ci sual. Radiusları 6/3 olan 3 çevrənin hər biri digər ikisinə xaricdən toxunur. Ştrixlənmiş sən sahəsini tapın. Şəklin üzərində ilə qeyd eləsək, bax bunların mərkəzlərini birləşdirsək, belə bir üçbucaq alınır. Bax burada. Radiusumuz 6/3-dürsə, deməli 2 radiusumuz verəcəkdir bizə 12/3. Burada bərabər tərəfli üçbucaq alınacaqdır. 12/3. 12/3. Bu bərabər tərəfli üçbucağın sahəsindən, bax bu sektorların sahəsini çıxsaq, bax bu sektorların sahələrini cəmini çıxsaq, ştrixlənmiş hissənin sahəsini tapacağıq. İlk öncə bərabər tərəfli üçbucağın sahə düsturunu yazaq. S bərabərdir A kvadrat kök 3 bölü 4. A-nın yerinə 12/3 qoysaq, 12-nin kvadratı, 12/3-ün kvadratı kök 3 bölü 4 bərabərdir. 12-nin kvadratı 144, kök 3-ün kvadratı 3, kök 3 bölü 4. Vurulsun. İki davam eləyək. 4 ilə 144 ixtisar aparaq. 36, 36-nı 3-ə vurduq. Verdi bizə 108 kök 3. Ümumi üçbucağın sahəsi 108 kök 3-dür. İndi biz radius və bucağa görə R bərabərdir 6 kök 3 və alfamız bərabərdir. Bərabər tərəfli üçbucağın bucaqları, bütün bucaqları 60 dərəcə olduğundan, bax, mən buradakı alfanın yerinə 60 dərəcə yazacağam və sektorun sahə düsturundan istifadə edəcəyim. Deməli, S sektor bərabərdir pi r alfa bölünsün 360. Pi r kvadratı alfa bölünsün 360. Bərabərdir pi r-in kvadratı verir bizə 108. Alfamız verdi bizə 60 bölünsün 360. İxtisarımızı aparsaq 6, 6 ilə də 108 ixtisar getdi. Qaldı 18, 18 pi. Demək, burada da 3, baxsaq diqqətlə, 3 sayda sektor var. Deməli, biz S ştrixi tapmaq üçün bərabərdir 108 kök 3-dən çıxırıq 18 pi-nin 3 mislini. 18 pi-ni də 3-ə vursaq, verir bizə 54 pi. 108 kök 3 minus 54 pi. Buradan da ortaq çıxartsaq 54-ü, alır burada 2 kök 3 minus pi. Düzgün cevabımız C variantı. İkinci sual. 1 plus i üstü 6 vurulsun 1 minus i üstü 6. Demək, misal üçün a üstü n vurulsun b üstü n. Qüvvətlər eynidirsə, mən bu ifadəni bu şəkildə yaza bilərəm. İndi eyni qaydanı burada tətbiq eləyirəm. 1 plus i, 1 minus i üstü 6 bərabərdir. Kvadratlar fərqi görürük biz burada. 1-in kvadratı minus i-nin kvadratı üstü 6. 1-in kvadratı verir bizə 1. i-nin kvadratı verir bizə -1 bərabərdir. 2 üstü 6 o da verdi bizə 64. Düzgün cevabımız D variantı. Üçüncü sual. Müstəvidən 15 cm məsafədə olan nöqtədən bu müstəvisiyə, demək, müstəvini çəkək. Müstəvidən 15 cm məsafədə olan nöqtədən bu müstəviyə proyeksiyasının uzunluğu 20 olan mail çəkilmişdir. Mail çəkilibdir. Mailin proyeksiyasının uzunluğu 20'dir. Mailin uzunluğunu istəyir bizdən. X bərabərdir 15'in kvadratı plus 20'nin kvadratı verir bizə 25. Düzgün cevabımız Y variantı. Dördüncü sual. Konusun doğranı 8. Doğran 8. Oturacağının radiusu 4 kök 3. Konusun doğranı ilə hündürlüğü arasındaki bucağı istəyir bizdən.
doğuran ilə hündürlük arasındakı bucağı istəyir. Konusu tamamlaya da bilərəm, ancaq ilk öncə buradan düzbucaqlı işbucaqda metrik münasibətlərdən istifadə edəcəyik. Deməli, məndən bu bucağı istəyirsə, bucağın qarşısındakı qatet bir də hipotenus verilmişdir. Deməli, mən sinusdan istifadə edəcəm. Sinus alfa bərabərdir 4 kök 3 bölünsün 8. İxtisar aparanda kök 3 bölü 2. Sinus alfa bərabərdir kök 3 bölü 2. Alfa bərabərdir arcsinus kök 3 bölü 2. Sinus kök 3 bölünsün 2'ni hansı bucaqda alır? T bucaqdırsa əgər verir bizə 60 dərəcə. Düzgün cavabımız D variantı. Tərəflərdən biri 8'dir, digəri bilmirik x'dir. Perimetri isə 28'dir. 8 plus x vurulsun 2 bərabərdir 28'ə. 8 plus x bərabərdir 14, x bərabərdir 6'ya. Deməli, digər tərəf 6'ya bərabərdir. Diagonalını istəyirsə bizdən, düzbucaqlının diagonalı bərabərdir a kvadrat plus b kvadrat bərabərdir 8'in kvadratı plus 6'nın kvadratı. Bu da verir bizə 10. Düzgün cavabımız Y variantı. 6. sual. A ədədinin 85-81%'nin üzərinə A-nın 81%'i 0,81 A olacaqdır. 56,2 əlavə etdikdə 1100 ədədinin 11% alınır. Alınır 1100 vurulsun 11 bölünsün 100 və yaxud da ki vurulsun 0,11. A ədədini tapın. 0,81 A bərabərdir. Demək, 11%'ni tapanda bu 121 eləyir. 121'den də çıxırıq 56,2'ni. 0,81 A bərabər 64,8. A bərabərdir. 64,8'i 0,81'e böləndə verir bizə bölünsün 81. O da bərabərdir 80. 80. Y variantı. 7. sual. Çevrənin bir nöqtəsindən hər birinin uzunluğu 4 cm olan qarşılıqlı perpendikular küvətlər çəkilmişdir. Çevrə götürək. Bir nöqtəsindən qarşılıqlı perpendikular küvətlər çəkilib. Hər birinin uzunluğu da 4'dür. Bu çevrənin radiusunun uzunluğunu istəyir. Diqqətlə baxsaq, vətərlər bərabərdir. Vətərlərin ayırdığı qövslər də bərabərdir. Diametrə söykənən bucaq düz bucaqdır. 4 diametr bərabərdir 4 kök 2'yə. Radius bərabərdir onun yarısı 2 kök 2'yə. Çevrənin radiusunun uzunluğunu istəyir. 7. sual A variantı. 8. sual. X bərabərdir 2 kök 2 kökdə. Y bərabərdir 3-cü dərəcədən 4 kök 2. Loqaritma x əsasdan y-i hesablayın. Bu ifadəni belə yaza bilərik. 2 üstü 2'də 1 vurulsun 2 üstü 4'də 1. Bu ifadəni yaza bilərik. 4 üstü 3'də 1 vurulsun 2 üstü 6'da 1. Yəni qüvvətləri bir-birinə vururuq da. Bərabərdir. Bunu yaza bilərik. 2 üstü 4'də 3. Bu ifadədə də 4'ü 2'nin qüvvəti kimi yazsaq, bu eləyir 2 üstü 3'də 2 bərabərdir. 2 üstü 3'də 2 plus 6'da 1 bərabərdir. Ortaq məxrəci gətirsək verir bizə 6'da 5. Getirib yerinə yazsaq, x'in yerinə yazırıq. Loqaritma 2 əsasdan 4'də 3, bir də 2 üstü 6'da 5. 6'da 5'i 4'də 3'e bölüb qarşıya keçirdək. 6'da 5 bölünsün 4'də 3, o da bərabərdir 6'da 5 vurulsun 3'də 4. Bərabərdir. İxtisarlarımızı aparsaq 2, 3,
verir bizə 9'da 10. Düzgün cavabımız D variantı. 9-cu sual. N parametrinin hansı qiymətində funksiyası x-in istənilən həqiqi qiymətində mənfidir? Funksiyamızı yazaq. N x kvadratı plus n minus 2x plus n minus 2. X-in həqiqi qiyməti, bu baxırıq kvadratik funksiyadır. X-in bütün həqiqi qiymətinin mənfi olması üçün, bax, parabolanın qolları aşağı olmalıdır. Həm diskriminant sıfırdan kiçik olmalıdır. Yəni, x oxu ilə heç bir əlaqəsi olmamalıdır. Eyni zamanda A-nın işarəsi də sıfırdan kiçik olmalıdır. Diskriminantın işarəsi düsturu diskriminantın b kvadratı minus 4ac kiçik olmalıdır sıfırdan. Getirib yerinə qoysaq, b-nin yerində n-2, n-2-nin kvadratı minus 4, a-nın yerində n, c-nin yerində isə n-2, kiçik olmalıdır sıfırdan. Açsaq, n kvadratı minus 4n plus 4 çıxılsın, 4n kvadratı plus 8n kiçikdir sıfırdan. Sadələşdirsək, verir bizə mənfi 3n kvadrat plus 4n plus 4 kiçikdir sıfırdan. Mənfiyə vursaq 3n kvadrat minus 4n minus 4 böyükdür sıfırdan. Demək, bu ifadəni vuruqlara ayıraq. Birincini sonuncuya vuraq, ortadakini parçalayaq. 3 dəfə 4 mənfi 12. Vuranda mənfi 12, toplayanda mənfi 4 olan ədəd mənfi 6n, birdən müsbət 2n. Kənardakiləri də aşağı salsam, böyükdür sıfırdan. Vuruqlara ayıraq, 3n-i çıxartsaq, n-2, buradan da 2n-i çıxartsaq, n-2 böyükdür sıfırdan. Hər ikisindən n-2-ni ortaq çıxartsaq, 3n plus 2 böyükdür sıfırdan. Sıfırlarımızı yazsaq, n1-imiz 2, n2-miz də bərabərdir, mənfi 2 bölünsün 3. Araqları qeyd edək, mənfi 3-də 2, 1-də 2. İntervalları ayırsaq, 2-dən böyük qiymət qoysaq, demək, əgər A-mızın işarəsi müsbətdirsə, müsbət, mənfi, müsbət. Bizdən böyük aralıq istəyir. Böyük aralıq mənfi sonsuzluqda mənfi 3-də 2-yə, bir də 2-dən müsbət sonsuzluğa. Aralığımız bu şəkildə olacaqdır. Demək, mənfi sonsuzluqdan mənfi 3-də 2-yə birləşir 2-dən müsbət sonsuzluğa. Biz şərtimizdə demişdik ki, diskriminantda sıfırdan kiçik olmalıdır, A da sıfırdan kiçik olmalıdır. Ona görə sıfırdan kiçik olan hissəni götürürük. Mənfi sonsuzluqdan 3-də 2-yə kimi. Yəni, n mənfi 3-də 2-dən kiçikdir. Düzgün cavabımız B variantı. 10-cu sual. X kvadrat minus 4 böyük bərabər 0, x kvadrat minus x minus 6 kiçik bərabər 0. Bərabərsizliklər sisteminin ən böyük və ən kiçik tam həllərinin fərqini istəyir bizdən. Sistemi ayrı-ayrılıqda həll edək. X kvadratı minus 4 böyük bərabərdir 0. X minus 2, x plus 2 böyük bərabərdir 0. Aralıq kimi qeyd eləsək, mənfi 2 daxildir, müsbət 2 daxildir. İntervallara ayırsaq, müsbət, mənfi, müsbət, böyük aralıq istəyir. Böyük aralıq mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 2-dən müsbət sonsuzluğa. İkinci hissəyə baxsaq, x kvadrat minus x minus 6 kiçik bərabər 0, x minus 3, x plus 2 kiçik bərabər 0. Yine intervallara ayırsaq, demək, mənfi 2, bir də müsbət 3. İntervallara ayırsaq, müsbət, mənfi, müsbət bizdən kiçik aralıq istəyir. Kiçik aralığımızda mənfi 2 qapalı mötərizə, bir də 3-dür. Hər iki bərabərsizliyin həllər çoxluğunu ədəd oxunda təsvir edək. Mənfi 2 daxildir, mənfi 2-dən kiçik. Bir də müsbət 2-dən böyük. Bir də mənfi 2, 3 aralığı. 3 daxildir. Bu bərabərsizliyin həllər çoxluğunun kəsişməsi, bax bu hissə oldu, bax bu hissə. Mənfi 2 həllidir. Ayrıca bir həll kimi yazırıq.
sıfıra çevirən qiymətidir hər ikisinin. 1-də birləşir 2-dən 3-ə kimi. 3-də daxil olmaqla. Bərabərsizliyin ən böyük həlli 3-dür, ən kiçik həlli də -2-dir. Ən böyük həllindən də ən kiçik həllini çıxsaq, verir bizə 5. Düzgün cavabımız B variantı. 11-ci sual. Loqaritma əsasdan x plus 1 bərabərdir 4 tənliyinin kökü aşağıdakı aralıqlardan hansına daxildir? X plus 1 bərabərdir 2 4-ü qüvvətinə qaldırır. 2 üstü 4-ə. X plus 1 bərabərdir 16. X də bərabərdir 15. 15 14-16 aralığına daxildir. 12-ci sual. Tangens -6-da 13 pi ifadəsinin qiymətini hesablayın. Tangens 6-da 13 pi tangens mənfini qarşıya keçirdir. Olur 6-da 13 pi bərabərdir. Mənfi qalır olduğu kimi. 6-da 13 pi biz bunu radiandan dərəcəyə çevirsək, pi'yə vurub 180'ə vurub pi'yə bölsək, pi'lər gedir, ixtisarımız gedir, 180'dən qaldı 30 bərabərdir. 30'a vursaq verir bizə 390 dərəcə. 390 dərəcə, 360 tam, bir də 360 plus 30'da birinci rübə düşür, 30 dərəcə. Deməli, 390'ı biz göstərə bilərik 360 plus 30 kimi. Deməli, mənfi tangens 360 dərəcə plus 30 dərəcə kimi göstərə bilərik. Bərabərdir. Mənfi 360'ı ad dəyişmir, tangens 30 dərəcə. Tangens 30 dərəcədə verir bizə kök 3 bölünsün 3. Mənfi kök 3 bölünsün 3. Düzgün cavabımız D variantı. Bunun digər variantını da həll etməyin variantı da odur ki, burada mənfini qarşıya keçirdik. 6'da 13 pi. Bunu qarşı ədədə keçirsək 2 tam 6'da 1 pi kimi yaza bilərik. 2 tam dövr etdiyinə görə 6'da 1 hissəsini götürürük. Yəni pi bölünsün 6. Pi bölünsün 6 da verir bizə 30 dərəcə. Bu yolla da gedə bilərsiniz. 13-cü sual. Sinus kvadrat x çıxılsın 2 kosinus kvadrat x plus 2'də 1 bərabərdir 0 tənliyini həll edin. Əvəz etmək üsulundan istifadə edək. Demək, sinus kvadratı x'i 1 minus kosinus kvadratı x kimi yazaq. Minus 2 kosinus kvadratı x plus 2'də 1 bərabərdir 0. Verir bizə mənfi 3 kosinus kvadratı x plus 1 tam 2'də 1 bərabərdir 0. Demək, mənfi 3'ə bölsəm olur kosinus kvadratı x. Mənfi 3'ə bölürük. 2'də 3 verir bizə 2'də 1 bərabərdir 0. Kosinus kvadratı x bərabərdir 2'də 1. Dərəcəni aşağı salsam 1 plus kosinus 2x bölünsün 2 bərabərdir 2'də 1. Məxrəclər bərabərdir deyə kosinus 2x bərabərdir 1 götürürük. Kosinus 2x'dir bu. Kosinus 2x bərabərdir 0. 2x bərabərdir. Kosinus 0'ı alır. Pi bölü 2 plus yarım dövrdən 1. Hər tərəfdə 2'yə bölsək olur belə. X bərabərdir. Pi bölü 4 plus pi k bölünsün 2. Düzgün cavabımız C variantı. 14-cü sual. X bərabərdir 4'də 1 olarsa x vurulsun x plus 2, x minus 2, çıxılsın x minus 3, x kvadratı plus 3x plus 9 ifadəsinin qiymətini hesablayın. Burada müxtəsər vurma düsturlarını tətbiq edəcəyik. Deməli, bu verir bizə x vurulsun x kvadratı minus 4. Bu ifadədə verir bizə x kubu çıxılsın 3'ün kubu bərabərdir. Bura başlasaq x kubu minus 4x minus x kubu plus 3'ün kubu bərabərdir. X kubuları getdi, qaldı belə. Mənfi 4x plus 27. X'in də yerinə 4'də 1 yazsaq, mənfi 4 vurulsun
4'də 1 plus 27 bərabərdir. 4'ləri sıraparsaq qalır -1 plus 27. O da bərabərdir 26'ya. Düzgün cevabımız 26 C variantı. 15. sual. Kökdə 21 minus 4x bərabərdir x minus 4 tənliyini həll edin. Tənliyi həll etmək üçün sağı solu kvadrata yüksəldirik. Bir də x minus 4 bu şərti yadınızdan çıxartmayın. Böyük olmalıdır. Böyük ola bilər və yaxud da ki, bərabər ola bilər 0-a. X böyük bərabərdir 4 olmalıdır. Bu şərti yaddan çıxartmayın. Bərabərliyi sağın solunu kvadrata yüksəltsək, verir bizə 21 minus 4x bərabərdir. X kvadratı minus 8x plus 16. Bərabərliyin solunu sağına keçirsək, verir bizə x kvadratı minus 4x minus 5 bərabərdir 0. X minus 5, x minus plus 1 bərabərdir 0. X birimiz 5, x ikimiz də bərabərdir -1. Burada tənliyin kökü kimi 5'i götürürük. -5 bu şərti ödəmir. Ona görə də düzgün cevabımız D variantı. 16. sual. Bu dərslikdə belə verilib aranjman n-dən 2'ye. Bunu biz indiki kitablarda belə yazırıq. Permutasiya n-dən 2. Yəni fərqləndirməyi indən sonra qarşınıza çıxa bilər belə. Yəni n-i sol tərəfdə yazırıq. A-nın yerinə P hərfi yazırıq. Qüvvətdə olan 2'ni də P-nin qarşısından yazırıq. Demək, verilib bizə 3 permutasiya n-dən 2 plus 54 bərabərdir. Permutasiya 3n-dən 2. Bərabərliyini ödəyən n natural ədədini tapın. 3 vurulsun n faktorial n minus 2 faktorial plus 54 bərabərdir. 3n faktorial 3n minus 2 faktorial. Bu n faktorialı n minus 2 ilə ifadə etsək, 3 vurulsun n minus 2 faktorial n minus 1 vurulsun n. Burada da n minus 2 faktorial. Bunlar ixtisar getdi. Qaldı 3 vurulsun n vurulsun n minus 1 plus 54. Sağ tərəfi də faktorial kimi ifadə etsək bu hissəni, demək 3n minus 2 kimi yazaq. 3n minus 2 faktorial, bir də 3n minus 1, bir də 3n kimi yaza bilərik. Məxrəcdəki ilə ixtisar getdi. Bərabərdir 3n minus 1, bir də 3n. Vurub açsaq, verir bizə 3n kvadratı çıxılsın 3n plus 54 bərabərdir 9n kvadratı çıxılsın 3n. Sağa keçirsək, verir bizə 6n kvadratı, 3n'lər də gedib bərabərdir 54'ə. N kvadrat bərabərdir 9, n də bərabərdir müsbət -3. N'in natural qiymətini istədiyinə görə 3 qiymətini götürürük, müsbət qiyməti. Düzgün cavabımız A variantı. 17. sual. 8 minus 3 kök 7, 8 plus 3 kök 7 çıxılsın 4 vurulsun 3 vurulsun 3/6'da 1. Kvadratlar fərqi görürük. 8'in kvadratı minus 3 kök 7'nin kvadratı çıxılsın 4 vurulsun. Bu kökün içində eləyir 16'da 49 bərabərdir. 64 çıxılsın 63 çıxılsın 4 vurulsun 4'də 7 bərabərdir. 4'lər gedir. 64'dən 63 çıxanda 64 çıx 63 çıxılsın 7 bərabərdir -6.
Düzgün cevabımız B variantı. 18. sual. Fx beraberdir 6 üstü x üstü 5 plus 1 funksiyasının iptidai funksiyasının ümumi şeklini yazın. 6x üstü 5 x üstü 6'nın törəməsidir. Bir de x'in törəməsidir. Plus bir de sabit əlavə etsək. X üstü 6 plus x plus c verir bizə D. 19. sual. 3 bucaq verilib. B 90 dərəcədir. BD 12'dir. BS 20'dir. AD'ni istəyir bizdən. 20, 12, SD'ni tapsaq. CD bərabərdir. 20'nin kvadratı çıxılsın 12'nin kvadratı. 256 oradan da çıxır 16. Demək bura 16'dır. Düzbucaqlı üçbucaqda metrik münasibətlərə görə h kvadrat bərabərdir mn. 12'nin kvadratı bərabərdir 16 vurulsun AD. 144 bərabərdir 16 vurulsun AD. AD də bərabərdir 144'ü də 16'ya böləndə verir bizə 9. Düzgün cavabımız A variantı. 20. sual. Y bərabərdir x kvadratı minus 3'də 2 kök 3 funksiyasının qrafikinə çəkilmiş toxunan absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi alfa bucağının kosinusu bərabərdir kök 2 bölünsün 2. Toxunma nöqtəsinin absisini istəyir bizdən, x0'ını istəyir. Biz bilirik ki, funksiyanın törəməsi bərabərdir bucaq əmsalına, o da bərabərdir tangens alfaya. Kosinus alfa kök 2 bölünsün 2'dirsə, alfa bucağımız verəcəkdir bizə kosinus kök 2 bölünsün 2, o da bərabərdir 45 dərəcə, yəni pi böl 4'ə. Biz funksiyanın törəməsini, yəni x kvadratı minus 3'də 2 kök 3 funksiyasının törəməsini bərabər edəcək tangens 45 dərəcəyə. Bu funksiyanın törəməsi verir bizə 2x bərabərdir tangens 45 verir bizə 1, x də bərabərdir 2'də 1, 0,5. Düzgün cevabımız C variantı. 21. sual. X plus xy plus y beraberdir 11. X minus xy plus y beraberdir 1. Dəniqlər sistemindən x kvadrat plus y kvadrat cəmini tapın deyir. Tərəf-tərəfə toplasaq verir bizə 2x plus 2y beraberdir 12. X plus y beraberdir 6. Bu cəmi istəyir bizdən. X plus y 6'dırsa, gətirib bax bu ifadədə yerinə yazsaq, x, y verəcəkdir bizə 5. Bax bu iki veriləndən istifadə edəcəyik. X kvadratı plus y kvadratı bərabərdir. X plus y-in kvadratı minus 2xy bərabərdir. X plus y-in yerinə 6, 6'nın kvadratı minus xy-in yerinə isə 5 yazacağım. Verir bizə 36 minus 10, o da verdi bizə 26. Düzgün cevabımız B variantı. 22. sual. A'nın ədədi silsiləsində A5 plus A6 plus A18 plus A19 bərabərdir 64 olarsa, onun ilk 23 həddinin cəmini istəyir. İlk 23 həddin cəmini istəyir. Açsaq bu verilənləri A1 plus 4'də plus A1 plus 5'də plus A1 plus 17'də plus A1 plus 18'də bərabərdir 64'ə. Verir bizə 4A1 plus 9D, 26D, 26'nın üstə də 18 gələndə verir bizə 44D. Bərabərdir 64. Hər tərəfi 4'ə bölsək, A1 plus 11D bərabərdir 16. Əlimizdə olan bu veriləndən istifadə edəcəyik. Demək, S23 açsaq, 2A1 plus 22D bölünsün 2, vurulsun 23. Hər tərəfi 2'yə bölsək, verir bizə A1 plus 11D vurulsun 23. A1 plus 11D 16 aldığımıza göre 16 vur 23 beraberdir. 368.
Düzgün cevabımız 368. 23. sual. ABC üçbucağında AC bucaqların tənbölənləri uyğun olaraq AD və SY-dir. AC 18, AB 9, SAYS-nin SYDS-yə nisbəti, YDS-yə nisbəti 3-ün 2-yədir. Deməli, bura 3K-dır. Üçbucağı çəkək. Bu tənböləndir. Bura 9-dur, 18-dir. Tənböləndirsə, bura M, N yazsaq. M-in N-ə nisbəti bərabərdir 9-un 18-ə nisbəti. İxtisar getsək 1-in 2-yə. Demək ki, bura 1K-dır, bura 2K-dır. Bu isə də tənbölən olduğundan. Deməli, AYS-nin bax buranın S1-in S2-yə nisbəti 3-ün 2-yə nisbətinə bərabərdir. YSD. Deməli, bura 3K-dır, burada 2K-dır. BC-nin uzunluğunu istəyir bizdən. BC-nin ümumi bu BC-nin uzunluğunu istəyir bizdən. Demək, 18-in 2K-ya nisbəti 2K deməkdir, bura Y deyək. 18-in 2K-ya nisbəti bərabərdir 3-ün 2-yə nisbəti. 3Y-in 2Y-ə nisbəti. Y-lər getdi. Demək, 2 ilə 2 getdi. K bərabərdir, verir bizə 6. K-nı tapdıq 6. K 6-dırsa 2K verir bizə. Burada hərfi yazsaq. C-də verir bizə 2 vur 6, 12. B-də də verir bizə 1K-dır deyə 6. BC də bərabərdir. Bu iki ifadənin cəmi 12 plus 6 verir bizə 18. Düzgün cevabımız 18. Yenidən göstərsək, bu hissələrin tənbölənin xassəsinə görə BD-nin DC-yə nisbətini tapdım, 1-in 2-yə nisbəti. Bu figurun sahələri bu tənböləndirsə, bu sahələr nisbəti tərəflər nisbətinə bərabərdir. 3Y-in 2Y-ə nisbəti, 18-in 2K-ya nisbəti bərabərdir 3Y-in 2Y-ə nisbəti. 24-cü sual. Üçbucaqlı piramidanın yan tilləri cüt perpendikulyar olmaqla 4, 8, 9-a bərabərdir. Piramidanın həcmini tapın. Əgər tillər A perpendikulyardır B, o da perpendikulyardır C-dirsə, cüt perpendikulyardırsa, həcm bərabərdir A vur B vur C bölünsün 6. 4 vur 8 vur 9 və bərabərdir bölünsün 6. İxtisar aparsaq 2, 3, ixtisar aparsaq 3 verir bizə 48. Düzgün cevabımız 48. 25-ci sual. Kəsirlər üçün uyğunluğu müəyyən edin. 15. Birinci ifadəyə baxsaq, fərqləri, sürət və məxrəclərin fərqləri eynidir. Hamısı 11-ə bərabərdir. 11-ə bərabərdirsə, əgər düzgün kəsirdirsə, yazılışında böyük ədəd olan kəsir böyük olacaqdır. Deməli, birinciyə ən böyük olacaqdır B. Ortancıl olacaqdır A, ondan kiçik olacaqdır D, ən kiçiyi də olacaqdır C. C kiçikdir D'dən, o da kiçikdir A'dan, o da kiçikdir B'dən. Birinciyə C variantı uyğun gəldi. İkinciyə baxsaq, fərqləri eynidir. Fərqləri 4-ə bərabərdir. Yazılışında böyük ədəd olan kəsir böyük olacaqdır. Deməli, D hamısından böyük olacaqdır. Sonra gəlir B, sonra gəlir A, ondan sonra gəlir C. Əvvəl gəlir C. Deməli, C kiçikdir A'dan, kiçikdir B'dən, kiçikdir D'dən, ikinciyə D variantı uyğun gəldi. Üçüncü, fərqləri 5'dir, ancaq düzgün olmayan kəsirdir. Əgər fərq sürət və məxrəcin fərqləri eyni ədədə bərabərdirsə, düzgün olmayan kəsirdirsə, yazılışında kiçik ədəd olan kəsir böyük olacaqdır. Deməli, burada ən böyük olacaqdır B.
sonra olacaqdır ondan əvvəl A, ondan əvvəl S, ondan da əvvəl D. D kiçikdir S-dən, üçüncüyə də A variantı uyğun gəlir. Demək, birinciyə S, ikinciyə D, üçüncüyə isə A variantı uyğun gəldi. Bu qədər.